Salam, hörmətli abituriyentlər. Bu videoda mən sizlər üçün 2023-cü il DİM test toplusundan çoxalma və ontogenez bölməsindən mitoz, meyoz bölünmənin üsulları haqqında olan test tapşırıqlarını işləmək istəyirəm. Test suallarımız 112-dən 123-ə qədər olmalıdır. Başlayırıq ilk sualımızdan. 112-ci sualda deyilir ki, insanın sümük hüceyrəsinin nüvəsində anafazasının sonunda cəmi neçə xromosom görünə bilər? Bilirik ki, sümük hüceyrəsi dediyi üçün mitoz bölünmə keçirdir. Mitoz bölünmə zamanı isə mitozun anafaza mərhələsində xromosom sayı 4n-ə bərabər olur. Yəni, insanda əgər 46 xromosom varsa, yəni 2n 46-ya bərabərdirsə, 4n isə 92-yə bərabər olar. Doğru cavabımız olur 92. 113-cü suala baxırıq. Sualda deyilir ki, insanın toxumluğunun yetişmə mərhələsində bir başlanğıc cinsiyyət hüceyrəsində əmələ gəlmiş qametlərdə xromosomların cəmi neçə olar? Demək, xromosomların cəmi baxırıq 2n bərabərdir 46-ya. Əgər 46-ya bərabərdirsə, bundan əmələ gəlmiş, yəni meyoz nəticəsində əmələ gəlmiş qametlər 4 olur və hər birində isə 23 xromosom olur. 4-ü isə 23-ə vururuq. Bu da eləyir 92. Doğru cavabımız olur 92. Növbəti suala baxırıq. Sualda deyilir ki, insanın yumurtalığının yetişmə mərhələsində bir başlanğıc cinsiyyət hüceyrəsində əmələ gəlmiş qametlərdə xromosom cəmi neçədir? Yumurtalığa daxil olmuş və meyoz prosesi keçirilmiş bir hüceyrədən 4 hüceyrə əmələ gəlir ki, bunun 3-ü yönəldici cisim, sadəcə olaraq biri qamet olur. Bizdən də qameti istədiyi üçün qametin də xromosom dəsti haploiddir, yəni 23-ə bərabər olur. Sonra 115-ci sualda deyilir ki, 40 albalı toxumunun yaranmasında mayallanma prosesində neçə sperm iştirak edər? Bildiyimiz kimi bir toxumun mayallanma prosesində 2 sperm iştirak edərsə, onda 40 albalı toxumunun mayallanmasında 80 sperm iştirak edər. Doğru cavabımız olur 80. Növbəti sualda deyir ki, 40 albalı toxumunun yaranmasında mayallanma prosesində neçə yumurta hüceyrə iştirak edər? Sözsüz ki, hər toxumun əmələ gəlməsində bir yumurta hüceyrə iştirak etdiyi üçün 40 toxumda isə elə 40 hüceyrə iştirak edər, yəni yumurta hüceyrə. 117-yə baxırıq. 117-ci sualda deyilir ki, yumurtalıqda və toxumluqda baş verən meyoz nəticəsində cəmi 20 qamet əmələ gəlmişdir. Əgər meyoz prosesinə məruz qalmış ilkin erkək və dişi cinsi hüceyrələrin sayının bərabər olduğunu nəzərə alsaq, alınmış qametlərdən neçəsi yumurta hüceyrə ola bilər? Bilirik ki, toxumluğa daxil olmuş hər bir başlanğıc hüceyrədən sonda 4 qamet əmələ gəlir. Yazırıq 4x. Amma yumurtalığa daxil olan hər bir hüceyrədən sadəcə olaraq bir qamet əmələ gəldiyi üçün 4x üstə gələ x bərabərdir 20 olur. Onda x-in qiyməti demək, x bərabərdir 20 bölək 5, x də bərabərdir 4 olur. Demək, başlanğıc hüceyrə, istər erkək, istər və dişi hüceyrədə başlanğıc hüceyrənin sayı 4-ə bərabər olur. 118-ci sualda deyilir ki, mitoz bölünmənin metafaza mərhələsində hüceyrədə 52 xromatid olan heyvanın qametində neçə xromosom olar? Bildiyimiz kimi, mitoz bölünmənin metafaza mərhələsində xromosom sayı 2n, xromatid sayı isə 4c-yə bərabər olur. Sonda əmələ gələn qametdə isə c-yə bərabər olur, yəni 4 dəfə azalır. Bunun üçün 52-ni bölürük 4-ə, bərabərdir 13 olur. Növbəti suala keçirik. Sualda deyilir ki, mitoz bölünmənin metafaza mərhələsində hüceyrədə 48 xromatid olan heyvanın qametində neçə xromosom olar? Yenə də metafaza mərhələsində xromatid sayı 4c-yə bərabərdir, amma qametdə isə c-yə bərabərdir. Demək, biz 48-i 4-ə bölməliyik ki, 12 xromatid olduğunu, yəni xromosom olduğunu tapa bilək. Doğru cavabımız olur 12. Növbəti sualda deyilir ki, drozofil milçəyində xromosomların haploid dəsti şimpanzenin haploid dəstindən neçə dəfə azdır?
Bildiyimiz kimi drozofil milçəyində 2n 8-ə bərabərdir. Demək, n bərabərdir 4 olar. Amma şimpanzenin haploid xromosomu, yəni 2n verir burada 48-ə bərabərdirsə, n isə 24-ə bərabərdir. Bizdən isə haploid xromosom dəsti, yəni drozofil milçəyinin haploid xromosom dəsti şimpanzenin haploid xromosom dəstindən neçə dəfə az olduğunu istədiyi üçün onda biz 24-ü bölürük 4-ə bərabərdir 6 olur. Demək, cavabımız 6-dır. Növbəti sualda deyilir ki, drozofil milçəyində xromosomların haploid dəsti şimpanzenin diploid dəstindən neçə dəfə azdır? Demək, milçəkdə haploid xromosom biz bildik ki 4-ə bərabərdir. Amma şimpanzedə verilir 28-ə bərabərdir, 48-ə bərabərdir. Onda biz 48-i bölürük 4-ə bərabərdir 12 olur. Cavabımız 12-dir. Növbəti sualda deyilir ki, meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda hüceyrədə xromosom, DNT molekulu və xromatitlərin cəmi 144-ə bərabər olarsa, bu canlının yumurta hüceyrəsindəki xromosomların sayını hesablayın. Demək, meyozun ikinci bölünməsinin anafaza mərhələsində xromosom sayı 2n, xromatit sayı demək 2n, DNT-nin miqdarı isə 2n-ə bərabər olur və bunların cəmi verilir. Hamısı 144 olarsa, onda n bərabərdir 144 bölünsün 6, o da olur 24. Demək, yumurta hüceyrənin xromosom sayı 24-ə bərabər olur. 123-cü suala baxırıq. Deyir ki, mitozun anafaza mərhələsinin sonunda hüceyrələrdə xromosom, DNT molekulu və xromatitlərin cəmi 288 olan canlının yumurta hüceyrəsində xromatitlərin sayını hesablayın. Bildiyimiz kimi, mitozun anafaza mərhələsində xromosom sayı demək 4n, xromatit sayı 4n, DNT miqdarı 4n-ə bərabər olur ki, bunların hamısının cəmi 288-ə bərabərdir. N də bərabərdir 288 bölünsün 12, bu da olur 24. Demək, yumurta hüceyrədə xromatitlərin sayının cəmi 24-ə bərabər olur. Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən 2023-cü il biologiya test toplusundan ontogenez çoxalma bölməsinin bölünmə üsullarına aid olan test tapşırıqlarından 124-dən 128-ə qədər olan testlərin izahını vermək istəyirəm. 124-cü sualda deyilir ki, bir fərdin somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda görünən xromosomların sayı 36-dır. Bu fərddə cinsiyyət vəzlərinin yetişmə zonasının sonunda əmələ gələn yönəldici cisimciklərin xromosom sayını təyin edin. Biz bilirik ki, somatik hüceyrə mitoz yolla bölünər. Mitozun anafaza mərhələsində isə xromosom sayı 4 n-ə bərabər olur. Amma yetişmə zonasına daxil olan hüceyrə isə meyoz prosesi keçirilir. Meyoz zamanı əmələ gələn həm yönəldici cisimcik, həm də qamet M xromosom dəstinə malik olur. Demək, 4n 36-ya bərabərdirsə, onda 36-nı 4-ə bölürük. Demək, yönəldici cisimciyin xromosom sayı 9-a bərabər olar. Doğru cavabımız olur 9. Keçirik 125-ci suala. Sualda deyilir ki, göyərçinin yumurtalığının yetişmə mərhələsinə daxil olmuş hüceyrənin sayı demək 30-a bərabərdir. Əmələ gələn bütün qametlərdəki Y cinsiyyət xromosomlarının sayı 25-dir. Əmələ gəlmiş yönəldici cisimciklərin Y cinsiyyət xromosomlarının sayını tapın. Bizdən bunu istəyir. Demək, əvvəlcə bilməliyik ki, göyərçinin yumurtalığının yetişmə zonasına daxil olan bu 30 sayda hüceyrə 4 dəfə çoxalır, 120 hüceyrə olur. Əmələ gələn bu 120 hüceyrə, göyərçin bilirik ki, heterogametdir. Onda biz yazırıq 120 hüceyrənin 60-ı X xromosomuna, 60-ı isə Y xromosomuna malikdir. Məsələ şərtində verir ki, qametlərin 25-i Y-dir. Onda 60-dan 25-ini çıxırıq, qalır 35 Y yönəldici cisim. Demək, bizdən isə yönəldici Y xromosom dəstinə malik olan yönəldici cisimciyi istədiyi üçün
Doğru cavabımız olur 35. Keçirik 126-cı suala. Sualda deyilir ki, bunu ayıraq buradan. Sualda deyilir ki, göyərçinin yumurtalığının yetişmə zonasına daxil olan hüceyrələrin sayı 30-dur. Əmələ gələn bütün yönəldici qametlərdəki Y cinsiyyət xromosomlarının sayı isə 25-dir. Əmələ gəlmiş bütün yönəldici cisimciklərdəki X cinsiyyət xromosomunun sayını hesablayın. Yenə də yazırıq. Əgər 30 hüceyrə yetişmə zonasına daxil olursa 4 dəfə artır, 120 hüceyrə olur. Bu 120 hüceyrədən 60'ı X, 60'ı isə Y olur. Demək, əgər qamet sayı 20, yəni 25 dənə Y qameti varsa, buradan 25 Y çıxırıq. Olur, burada 35 Y. Bildiyimiz kimi, qametlərin sayı başlanğıc hüceyrənin sayına bərabər olur. Əgər 25 Y qameti varsa, demək 5X qameti var ki, başlanğıc hüceyrə 30'a bərabər olsun. Onda 60X-dan 5X-i çıxırıq. Burada qalır 55X yönəldici cisimcik. Bizdən isə X xromosom dəstinə malik olan yönəldici cisimciyi istədiyi üçün doğru cavabımız olur 55X. Sonra keçirik 127-ci suala. 127-ci sualda deyilir ki, göyərçinin yumurtalığının yetişmə zonasına daxil olmuş hüceyrənin sayı 30'dur. Əmələ gələn bütün qametlərdəki X cinsiyyət xromosomunun sayı 5'dir. Əmələ gəlmiş bütün yönəldici cisimciklərdəki Y cinsiyyət xromosomunun sayını hesablayın. Onu da yazırıq. Yenə də əgər 30 hüceyrə daxil olursa 4 dəfə artır, 120 hüceyrə əmələ gəlir. 120 hüceyrədən 60'ı X xromosom dəstinə, 60'ı isə Y xromosom dəstinə malik olur. X qametlərinin sayı 5'ə bərabərdir. 5'i çıxırıq. Yerdə qalan X, yəni 55X yönəldici cisimcikdir. Mən demişdim ki, qametlərin sayı başlanğıc hüceyrənin sayına bərabər olmalıdır. Əgər 5'i X-dırsa, demək onda 25'i isə Y olur ki, demək 35Y isə yönəldici cisim olur. Demək, bizdən də Y xromosom dəstinə malik olan yönəldici cisimciyi istədiyi üçün cavabımız olur 35. Keçirik 128-ci suala. Sualda deyilir ki, göyərçinin yumurtalığının yetişmə zonasına daxil olan hüceyrələrin sayı 30'dur. Əmələ gəlmiş bütün qametlərdəki X cinsiyyət xromosomunun sayı 5'dir. Əmələ gələn bütün yönəldici cisimciklərdəki X cinsiyyət xromosomlarının sayını hesablayın. Yenə də eyni şəkildə 4 dəfə artırırıq. 120 hüceyrə olduğunu tapırıq. Demək, bu 120 hüceyrədən 60'ı X xromosom dəstinə, 60'ı isə Y xromosom dəstinə malik olur. Amma X, 5X, yəni qameti oradan çıxırıq, 5X. Burada qalır 55X yönəldici cisimcik. Yenə də təkrar eləyirəm. Qametin sayı başlanğıc hüceyrənin sayına bərabər olmalıdır. 5X qamet burada varsa, demək 25 Y qamet də burada var deməkdir. 60'dan da 25 çıxdıqda 35 olur. Bizdən isə sadəcə olaraq X xromosom dəstinə malik olan yönəldici cisimcikləri istədiyi üçün doğru cavabımız olur 55.